Salam, xoş gördük sizi, mənim əzizlərim, dəyərlilərim. Xüsusilə revmatizm xəstəsi, diz oynaq ağrıları olanlar, artrozdan əziyyət çəkənlər videonu sona kimi izləyin. Deməli, bugün mən sizə bioloji aktiv qida əlavələrindən iki möhtəşəm məhsulu təqdim edəcəm. Hansı ki, bu məhsul özümün də istifadə etdiyim məhsuldur, profilaktik məqsədlə istifadə etdiyim məhsuldur. Biri Cordyceps məhsuludur, təbii antibiotikdir. Digəri isə dünyanın ən keyfiyyətli kalsium olan iyonlaşmış kalsiumdur. İkisini bir-birinə qarışdırıb içirəm hər gün mütəmadi olaraq. Bunu nə üçün edirəm? Yenə də qeyd edirəm, mən profilaktika üçün istifadə edirəm. İstifadə edirəm ki, oynaqlarımda şişkinlik, ödem yaranmasın, sümüklərim əriməsin, qıvırdaqlarım yeyilməsin. İstifadə edirəm ki, gələcəkdə artrozdan, yırtıqdan, protruziyadan əziyyət çəkməyim. Və bunun üzərinə əlavə olaraq Cordycepsi də ona görə qatıram ki, Cordyceps bilirsiniz, həm qan dövranını yaxşılaşdırır, həm də qəbul olunan məhsulu sanki nəqliyyatı da daha tez çatdırır. Bütün lazım olan yerlərə, orqanlara daha tez çatdırır. Dəyərli izləyicilər, deməli hər gün 4 ədəd kapsulu açıram, qarışdırıram bir paket Cordycepsə və qəbul edirəm. Gündə bir dəfə mütləq bunu edin. Həm kalsiumu olan tələbatınızı tamamilə ödəyəcəksiniz, həm də gələcəkdə yırtıq, protruziya, osteoxondrozların qarşısını almağa kömək edir.